Salam dəyərli müəllimlər. Deməli, dərsimiz 5-ci sinifin 7-ci mövzusu olan ailə büdcəsinin formalaşması mövzusudur. Gəlirik dərsimizin əsas məqamları nələrdir? Deməli, əvvəlcə gələk iqtisadiyyat nədir? Yəni burada bir neçə anlayışlar var ki, onları bir-birindən fərqləndirək. Hardasa bir-birlərinə bənzəyirlər, amma fərqli-fərqli mənaları kəsb edirlər. Deməli, iqtisadiyyat təsərrüfatın qayda-qanunla səmərəli idarə olunmasıdır. İqtisadiyyat sözünü görəndə biz səmərəli idarə olunmanı yadımıza salırıq. Səmərəli idarə olunma nədir? Səmərəli idarə olunma iqtisadiyyata aiddir. Bəs ev təsərrüfatı nə deməkdir? Ev təsərrüfatı evin, ev həyatının idarə olunması üzrə işlərdir. Ev təsərrüfatı nə deməkdir? Əgər bizdən soruşulsa, evin, ev həyatının idarə olunması üzrə işlər deməkdir. Bəs ev təsərrüfatı nədir? Ev təsərrüfatı nədir? Ev təsərrüfatına nə aiddir? Bu zaman deyirik ki, əmlac, pul vəsaitləri ev şəraitlərində istifadə olunan əmək alətləri daxildir. Ev təsərrüfatına nə daxildir desə, əmlac, pul vəsaitləri, ev şəraitində istifadə edilən əmək alətləri. Baxın, bunlar hər biri bir-birindən fərqlənir. Bax, iqtisadiyyat deyəndə səmərəli idarə olunma, səmərəli sözünə baxırsınız. İqtisadiyyat, təkcə iqtisadiyyat görsəz. Yox, ev təsərrüfatı nə deməkdir? Baxın, təkcə demir ev təsərrüfatına nə daxildir? Məqama baxın, deyir ki, ev təsərrüfatı nə deməkdir? Ev təsərrüfatı nə deməkdir? Ev təsərrüfatının nə demək olduğunu da burada açıqlayır. Ev təsərrüfatı evin, ev həyatının idarə olunması üzrə işlərdir. Yox, əgər soruşsa ki, ev təsərrüfatına nə daxildir? Bu zaman isə artıq sadəcə görürsünüz, ev təsərrüfatını deyir və qarşısında yazır əmlac, pul vəsaitləri və ev şəraitində istifadə olunan əmək alətləri. Bu da belə. Daha sonra, ev təsərrüfatının idarə olunması nə deməkdir? Bu da görürsünüz, hardasa ev təsərrüfatı nə deməkdir olan hissəyə bənzir. Ev təsərrüfatının idarə olunması nədir? Ev işlərinin yerinə yetirilməsi, yeməyin hazırlanması, evin yığışdırılması, xırda təmir işləri, yəni bizim gündəlik həyatda gördüyümüz işlər. Ev təsərrüfatının idarə olunması, yəni evin idarə olunması. Bunu görən zaman, ev təsərrüfatının idarə olunmasını görən zaman avtomatik gördüyümüz işlər, hər gün yerinə yetirdiyimiz fəaliyyətləri yadımıza salırıq. Evin yığışdırılması, yeməyin hazırlanması, xırda işlər, ev heyvanlarına qulluq, həyatyanı sahələrdə belə deyək, görülən işlər bura aid olunur. Daha sonra, ailədə əmək təsərrüfatının belə deyək, fəaliyyətinə nə daxildir? Daha doğrusu desək, ailədə əmək təsərrüfat fəaliyyətinin təşkili. Bu nədir? Bu da sadə bir şeydir. Sanki bizim ailəmizdə, baxın görürsünüz, ailədə deyir. Ailədə yerinə yetirdiyimiz vəzifələrimiz, yerinə yetirdiyimiz işlər, yəni bizim ailə başçısı kimi olaraq, ailə üzvləri olaraq yerinə yetirdiyimiz sanki işləri burada sadalayır. Nə deyir? Deyir ki, ailə istehlakının təşkili, baxın, ailə istehlakının təşkili və ailə üzvlərinin tələbatlarının ardıcıllıqla təmin edilməsi. Bəli, biz ailəmizdə ailə üzvlərimizin belə deyək, tələbatlarını, istədiklərini yerinə yetirmək üçün, yəni onların ehtiyaclarını təmin etməyə çalışırıq. Daha sonra, ailə əmlakının yığılması və əldə edilməsi, yəni saxlanması, artırılması, yəni hər biri bu ailə əmlakının yığılmasına aid olan hissəsidir. Əmək hazırlığı, tərbiyəsi, təhsil, peşəyə yiyələnməsinə ailə üzvlərinə kömək göstərmək. Əlbəttə ki, bunu da bir çoxumuz yerinə yetiririk. İstər ailə başçısı kimi olsun, istər ailə üzvləri kimi olsun. Yəni bu vəzifələr də, öhdəliklər də bizim üzərimizdədir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinə qayğı, uşaqdır, xəstədir, əlillərdir, nə bilim, yaşlılardır, bunlara göstərilən qayğı da bura aiddir. Görürsünüz, hər biri, yəni bizim belə deyək, gündəlik həyatımızda, gündəlik ev şəraitində belə deyək də, necə deyim, yəni yerinə yetirdiyimiz bir sıra məsuliyyətlərdir sanki. Bu da belə sadə bir hissədir. Daha sonra
Daha sonra ev təsərrüfatının iqtisadiyyatı nədir? Baxın, bu da hardasa bir-birinə oxşayan, amma fərqli məqamlardandır. Ev təsərrüfatının iqtisadiyyatı nədir? Ev təsərrüfatının iqtisadiyyatı bir dəqiqə. Deməli, ev təsərrüfatının iqtisadiyyatı ailənin gündəlik iqtisadi həyatı haqqında elmdir. Əgər bizdən soruşsa ki, baxın, iqtisadiyyat demir, ev təsərrüfatı demir, bir yerdə deyil, ev təsərrüfatının iqtisadiyyatı. Bu zaman baxırıq elm sözündən yadda saxlayırıq. Ailənin gündəlik iqtisadi həyatı haqqında elmdir. Elm sözü ev təsərrüfatının iqtisadiyyatının açar məqamlarındandır. Sonra ailənin yaranması ilə eyni zamanda nə yaranır? Ailə təsərrüfatı. Ailə təsərrüfatı fəaliyyətə başlayır. Ailənin yaranması ilə, baxın, ola bilər ki, burada iqtisadiyyat yarana bilər, nə bilim, ailə yarana bilər deyər. Xeyr, ailənin yaranması ilə ailə təsərrüfatı fəaliyyətə başlayır. Ailənin normal inkişafının çoxsaylı şərtləri var. Birinci növbədə ailə təsərrüfatı onun üzvlərinin əməyi nəticəsində artır. Yəni, ailə üzvlərinin əmək imkanı və bacarıqlarının olması vacibdir. Bu da nəyə görə? Bu, əmək vəsaitidir. Əmək vəsaiti, yəni insanların, belə deyək də, bacarıqları, işləri, iş qabiliyyəti nəzərdə tutulur. Bəs maliyyə vəsaiti nədir? Maliyyə vəsaiti ailədə, məsələn, soyuducu, paltar yuyan, maşın, ütü, toz soran və s. bu kimi ləvazimatları almaq üçün bizə lazım olan maliyyə vəsaitidir. Baxın, yəni pul vəsaiti, maliyyə, soyuducu almaq üçün bizə nə lazımdır? Pul, paltar yuyan almaq üçün pul, ütü almaq üçün, toz soran almaq üçün, bunları almaq üçün bizə maliyyə vəsaiti, yəni pul vəsaiti də belə deyək, bundan istifadə olunur. Sonra, təsərrüfatın aparılması üçün ən müxtəlif məişət əşyaları müəyyən dəyərə malik olan müxtəlif materiallardan parça, plastik kütlə, oduncaq, metal, şüşə, bunlar hazırlanır. Bəs bu nədir? Buna isə maddi vəsaitlər aiddir. Baxın, plastik kütlədir, metaldır, oduncaqdır. Bunlar isə maddi vəsaitlərə aiddir. Sonra, bəs elektrik enerjisindən nə istifadə olunur? Yəni, nədir elektrik enerjisi? Toz soran, məsəl üçün, toz soran tozu yığır, ütü ütləmək üçün istifadə olunur, elektrik enerjisindən istifadə edir. Elektrik lampası otağı işıqlandırır və s. Bu da nədir? Bu da energetik olan vasitələrə aiddir. Yəni elektrik enerjisinə işləyən, həmçinin də məsələn mənzildə isitmə sistemi, daha sonra orada isti suyu olmaq üçün istilik enerjisi lazım olur. Bu da yəni müəyyən enerjidə energetik, belə deyək, enerjilərə aid olunur. İndi onun digər məqamda daha da açıq vurğulayacağam sizə, ora hansılar aiddir. Deməli, ümumiyyətcə bunlar vəsaitlər adlanır. Vəsaitlər nədir? Vəsaitlər ailə təsərrüfatının şərti olaraq 4 qrupa bölünmüş nə idi? Baxın, 4 qrupa bölünmüş bunu nəzərdə tutur. Amma həmçinin də nə idi? Dəyərləri, ehtiyatları və imkanlarıdır. Ailə təsərrüfatının şərti olaraq 4 qrup, yəni vəsaitlər, ailə təsərrüfatının şərti olaraq 4 qrupa bölünmüş, dəyərləri, ehtiyacları və imkanlardır. 4 qrupa bölünmüş vəsaitlər də hansıdır? Əmək vəsaiti, maliyyə, maddi, energetik vəsaitlərdir. İndi gələk bunlara nələr daxildir? Əmək vəsaiti nədir? Ailə üzvlərinin işi, əməyi. Bayaq dediyim kimi, maliyyə deyəndə ağlımıza gəlir, pul gəlir. Baxın, maliyyə. Maliyyə deyərkən ağla avtomatik pul gəlir, maliyyə gəlir. Maddi nədir? Maddi əmlac, ailə təsərrüfatının elementləri və ərzaqlar və s. də bura əlavə etmək olar. Yəni, başqa belə deyək, elementlər də burada sadalamaq olar. Energetik isə istilik enerjisi ola bilər, yanacaq mənbələri ola bilər. Bunlar isə energetikə aid olan, belə deyək, vəsaitlərdir. Ev təsərrüfatının inkişafı müəyyən xərclər tələb edir. Bu xərclər ümumiyyətcə 2 yerə bölünür. Daimi və dəyişən xərclərdir. İndi burada gəlirik xərc nədir, büdcə nədir, bu anlayışları aydınlaşdıraq. Ev təsərrüfatının, baxın, iqtisadiyyatının planlaşdırılması harda öz əksini tapır? Büdcədə.
ev təsərrüfatının iqtisadiyyatının planlaşdırılması, baxın, iqtisadiyyatın planlaşdırılması öz əksini tapır büdcədə. Bəs büdcə nədir? Büdcə ingilis dilində tərcümədə pul çantası deməkdir. Xərclər nədir? Xərclər isə büdcədəki pul vəsaitinin nəyəsə alınmasına və işlədilməsinə sərf olunan bir hissəsidir. Yəni, bizim xərclərimiz, istifadə etdiyimiz vəsait, pul vəsaiti nəyinsə alınmasına və yaxud da işlədilməsinə sərf etdiyimiz bir xərcdir, bir qismidir pulun. Daha sonra ailənin hansı xərcləri var? Qidalanmadır, kommunal xidmətlərdir, nəqliyyatdır, gigiyenik məqsədlər üçün istifadə olunan xərclərdir, təhsilə ayrılmış xərclərdir, sağlamlıq möhkəmləndirilməsi və saxlanılması üçün olan vəsait, mədəni və mənəvi tələbatların ödənilməsi üçün olan xərclərdir. Bunları da belə öyrənərsiniz. Daha sonra sadalınan xərclərin bəziləri daimidir, bəziləri isə dəyişən xərclərdir. Daimi xərclər nədir? Qida, yəni qidanı biz hər gün alırıq, hər gün qidalanırıq, qida üçün müəyyən qədər xərcimiz gedir. Daha sonra kommunal xidmətlərdə təbii ki, işığı, qazı, suyu hər zaman ödəyirik. Yəni biz bunu bir gün ödəyib, 5 gün, 5 ay ödəməsək mümkün deyil. Daimi xərclər, qida, kommunal, yəni bunlar əsasən daimi xərclərə aid olunur. Digər xərclər planlardan, şərtdən asılı olaraq yaranan dəyişən xərclərdir. Yəni dəyişən xərclər belə deyim də, hər bir insanın planına, şəraitdən, yəni müəyyən nüanslardan asılı olaraq dəyişə bilir. Yəni onu planlaşdırmırsan. Planlanmadan baş verən hadisələrdir. Bura məzuniyyətlər aid etmək olar, teatr, yəni gəzintiyə, sərgiyə, geyimə xərclədiyimiz pullar, yəni bunlar hər biri dəyişən xərclərə aid olunur. Dəyişən xərclərə bəzən ilin fəsillərindən asılı olaraq da yaranır. Uşaqların məktəbə getməsi olan, yəni geyimlərin alınması, qida üçün qışda daha doğrusu mənzilin isidilməsi kimi nüanslar da dəyişən xərclərə aiddir və gözlənilməyən xərclər də dəyişən xərclərə aiddir. Yəni gözlənilmədən gələn qonaq artıq orada müəyyən bir bazarlıq edirsən, qonağı qarşılayırsan, yola salırsan. Baxın, burada da belə deyək də dəyişir artıq burada bizim istifadə etdiyimiz vəsait, maliyyə vəsaiti, yəni fərqli olur. Ona görə də gözlənilməyən xərclərin özü də dəyişən xərclərə aid olunur. Xəstəliklərdir, qonaqlıqdır, toydur, yəni hər biri belə deyək də biz planlamasaq da bir də görsən ki, toya dəvət alırsan, hər hansısa bir yerə dəvət alırsan, hər hansısa bir Allah uzasın qəza baş verir. Yəni bunlar hər biri gözlənilmədən baş verən hadisələrdir və bu özü də bizim xərclərimizə təsir edir və bizdə olan xərclər artıq dəyişmiş olur. Daha sonra ailənin gəlir və xərclərin müəyyən zaman kəsikləri üzrə paylanması ailə büdcəsi adlanır. Yəni belə deyək də bir insandır, ayda bir, məsəl üçün ayda 2 dəfə, indi hər kəs fərqli belə deyək də büdcəsi olur, maaşı olur, alır. Müəyyən zaman kəsi üzrə, yəni o pulun belə deyim də paylanmasıdır. Ailədə 1 nəfərdir, 2 nəfərdir, alır, maaş aldı. Onu zaman kəsi üzrə, yəni gələn ay, gələn həftə alacağı maaşa qədər, belə deyim, o pul vəsaitinin paylanmasıdır. Ailənin gəlir və xərclərinin müəyyən zaman kəsiyi üzrə, yəni o zaman kəsiyi müxtəlif ola bilər. Yəni paylanması, o pul vəsaitinin paylanması ailə büdcəsi adlanır. Bir də deyirəm, ailənin gəlir və xərclərinin müəyyən zaman kəsiyi üzrə paylanması, gəlir və xərclərinin müəyyən zaman kəsiyi üzrə paylanması ailə büdcəsi adlanır. Daha sonra, əgər hansısa bir dövrdə gəlir xərcdən artıq olursa, pulların bir qismini yığıma yönəltmək olar. Bəli, yəni gəlirimiz çoxdursa, pul vəsaiti bizə çox gəlirsə, bu zaman onun bir qismini artıq biz yığa bilərik. Yəni pulumuzu bir miqdarını artıra bilərik. Daha sonra, əgər baxırıq xərcə, xərc gözlənilən gəlirdən artıq planlaşdırılmışdırsa, onda büdcə necə olacaq? Kəsirli olacaq. Baxın, burada ilk öncə xərci görürüksə, əgər xərc gözlənilən gəlirdən artıq və planlaşdırılmışdırsa, bu zaman büdcə necə olur? Kəsirli olur. Baxın, büdcə kəsirli olur. Sanki sonda deyilir. Bu məqam sonda vurğulanır. Çünki büdcə kəsir və kəsirli büdcə bir-birinə yaxın anlayışlardır. Yox desə ki, büdcə kəsiri nədir? Bu zaman büdcədə planlaşdırılmış, görürsünüz, xərc demir.
Birbaşa deyil, büdcədə planlaşdırılmış xərclərə, xərc daha sonra gəlir. Pul vəsaitinin çatışma hissəsi büdcə kəsiridir. Bu da belə müəllimlər. Dərsimiz bu qədər.